Hamınıza salamlar dostlar. Bugün Stellant Flash'ın ikinci bölümünü çəkəcəyik. Keçən bölümü editləyəndə qəribə bir şeyler oldu. Oyunun səsi mənim səsim həddindən artıq çox bastırırdı. Ona görə də öz səsim eşidilmirdi. Yəni problemlidir. Bunun üçün sizdən üzr istəyirəm. Yenə də onu atmaq məcburiyyətində oldum. Çünki açıqcası bezmişdim yeni serilərə başlamağa. İndi onu düzəltdim deyə fikirləşirəm. Ümid edirəm problem olmaz. Davam eləyək. Yeni save deyə eləmişdik. Hə, bunu çox düşükdən yüksək alacağam. Bugün nə edəcəyik? Bugün diğer videoda qeyd etdiyim kimi biraz ordu toplayıb bu oğruları, banditləri məhv etməyə çalışacağıq. Burada 40-lıq birliyi var. Bu birliyə bizim gücümüz çatarmı? Ona baxacağam. Əslində çata bilər. Ancaq uduzma şansımız da çoxdur. Heç risk atmayacağam. Çünki keçən videoya baxdıysaz çox pis bir məğlubiyyətə uğramışdıq. Həddindən artıq çox pis. O bizi çökərtmişdi tamam. Ona görə risk atmayacağam. Görək nə edirik. Damaskusdan, vilayətlərindən falan əskər toplayacağam deyəcəkdim. Aclıqdan öldülər ha. Yemək almamışıq, yemək alaq. Qarşılıq yemək. Biraz yemək alaq, pulumuz az çox var. Biraz da yem alaq, hey atlar üçün. Bunu unutmayın, həmişə diqqətdə saxlayın əgər siz oynayırsınızsa. Çünki belə ölə bilir. Ya da yaralana bilirlər əskərləriniz. Oxçu alacam, çoxlu. Mızraqçı. Eğitimli oxçular. Səviyyəmiz çatmır buna. Qılıc ustası. Təcrübəli qılıc ustası. Bunlara da çatmır. Təcili bizim səviyyə gelişdirməmiz lazımdır. Mən açıqcası məqsədimi demək istəyirəm. İlk öncə bir vilayət alıb, o vilayətin lideri ilə genişlənmək istəyirəm. Açıqcası bu vilayət harda olar bilmirəm. Zəifləmiş bir ölkədə olsa daha rahat olar. Məsələn, getdikcə Anadolu Səlcuqlu dövləti zəifləyir. Oradan ola bilər sonra. Monqolistan hər savedə həddindən artıq çox zəifləyirdi. Oradan da ola bilər. Gedişata görə baxacaq. Kim zəifləsə ona hücum çəkib hansısa bir əyaləti, hansısa bir qalanı alacaq inşallah. Marketdən satılmağa girsəm əşyalar. En son bunlar var idi. Əskərləri almamamın səbəbi çətinlikdir. Çətinlik ən düşükdən ən çoxa yox, yüksəyə qaldırdım. Ona görə də əskərlərin alma səviyyəsi yüksəldi. Yəni bu biraz işimizi biraz yox, hətta çox çətinləşdirəcək. Görək nə edirik. Atlı mızraqçı, qılıç ustası. İtemləri alanmırıq. Bu çox pis oldu. Yine bir şey eləməyə çalışarıq. Konstantinopol. Əslində Konstantinopolda bir üretim oluştura bilərik. Pasif bir gəlir olsun. Bunun üçün gedəcəm. Market. Çeşitlilik qaynaqlar. Səhv eləmirəmsə 8 odun, 5 dənə də daşı ehtiyac var idi. 3 dənə belə. Neçə dənə vardı? Bundan da 3 dənə alacaq. Tamam, qaynaqlar. Hələ 3 dənə var imiş burada. Çox süper oldu. Gedək və Konstantinopolda yeni bir ahır da hazır edək. Burada inkişaf eləsin heyvanlar falan filan. Burada kasabaya girirdik. Üretim oluşturum. Burada var idi. Aha. Ən keyfiyyətlisi budur. Yəni sizin pulunuz çox yoxdursa buna da girə bilərsiniz. Bunlara. Məncə ən keyfiyyətlisi inəkdir. İnək axırı. Bura ehtiyacı olanları gətirəcək. Məsələn, dolab falan deyir, gedib dolab falan alacaq digər şəhərlərdən falan. 2 dənə inək. Pul bitdi. Hələlik Konstantinopola bunları yerləşdirək. Kasaba. Üretim oluşturun. Ahır. Konstantinopola niyə etdiyimi soruşsaz, burada daha güvənlidir. Bizansın torpağı olduğu üçün. Sadəcə 4 dənə əşya qaldı. Bunları da hazır etsək bitiririz. Üretim oluşturun. Ahır. Envanteri görüntülə.
2 su varili, bir dənə də yalaq ehtiyacımız var. Onu da buralardan bir yerdən taparıq. Santermaya girək baxaq. Ordu sayımız möhtəşəmdir. Yaxşı bir birlik tapsaq, çapulcu birliyi, onları məhv etməyə çalışaq. Digər 3 dənə su varili idi. Bir dənə yalaq. Yalaq var idi orada deyəsən. Çaşım çıxdım. Yalaq. Bir dənə su varilinə ehtiyacımız var cəmi. Gəmimiz olmadığı üçün suda həddən artıq yavaş yeriyirik. Onu da deyim, soruşacaqlar olsa. Satılmaq, bagaj heyvanları, market, çeşidlik, digər. Su varili. Digərlərin satacağım ehtiyacı yoxdur. Boş-boşuna yer tutmasın bizdə. Dəmirçi olduğumuz üçün üstəlik bunlar da var idi. Bunları unutmuşam. Sataq bunları da. Tezgah. Tamam, bunları sat. Güzel. Gedək həll eləyək işi. O da kiralama. Bu ahırın pulu da gəldi bura. Kasaba. Üretim oluşturan ahır. Envanteri görüntülə. Bir dənə heyvanımız var. Biraz yem ataq. Bunları işə alaq. İşçilər iş almaq məcburidir. Biraz yem alıb ora atacağım. Bir dənə inəyimiz var. Bu inəklərə biraz daha pulumuz olsun. Alacağım. Yem. Bir inək olduğu üçün o qədər də ehtiyac yoxdur aslında ona. Market, kasaba, üretim oluşturan ahır, kontrol. Biraz yem qoyaq, bizə də yem qalsın. Olsa bir dənə dediyə problem var. Gedək biraz çapulcu orduları kəsək, qənimət əldə eləyək. Aslında burada kəndlər, bura girək. Burada dənəyimli oxçular falan var. Bu kənddən də işğal edək. Ya qəşəng yerdə də ərazi baxımdan. İnşallah bizim üçün qalibiyyət gələr. Görək nə edirik. Bu elitdir, bu tək atar bizə, diqqətli olun. Tək atdı. Öldü, tamam. Biraz daha yaxınlaşacağım. Çox çətindir vurmaq. Bunlar zəiflərdir. Bunları öldürə bilərik. Yaxı bu məsafədən belə vura bilmirik. Buna qılınca girəcəm. Öl kafir. Ölmürə, çox zəifik. Həddindən artıq zəifik. Qılıncımız da zəifdir. 10 nəfər qaldı. Çox itki verdik. Gözlədiyimdən həddindən artıq çox itki verdik. Hardasa ordumuzun yarısı tərəf oldu. Bir də karakterin üzün düzəldəcəkdim. Onu keçən videoda demişəm. Yadımdan çıxıb düzəlməmişəm. Onu düzəldəndən sonra daha yaxşı bir görüntü əldə olacaq. İndi həddindən artıq pisdir, buna baxın. Qalib gəldi. Dediyim kimi çox itki verdi, bu olmadı. Baxım, dənəyimli oxçu falan. Eyb yox. Görək qənimət ümid edirəm yaxşı olar. Pis deyil. Bağlı kasklar gəldi. Bunlar heç də pis deyil. Yeni bir kəndimiz oldu. İlk ərazi sahibliyimiz burada yaşadıq. Süper oldu bu. Olanlardan inkişaf elətdirəcəm. Envanterdən kaskı taxacam. Bağlı kaskı qoruyur, həm daha çox. Hansı daha yaxşı qoruyur? Bu yaxşı qoruyur, amma bunun görünüşü daha yaxşıdır. Bunu taxacam. Bu əlbəttə daha yaxşıdır. Tamam, digərlərini isə sataq. Çünki bir işimizə yaramaz. Gedib satıb təcili ordularımızı gücləndirməliyik.
Market satılmaq əşya. Çox ucuza gedəcək, amma sataq eybi yox. Orduları gücləndirək. Artıq elit oxçularımız var, atlı. Bunlar çox süperdir. Canları çox gec gedir. Böyle əsgərlərimiz var. Bunlarla yeni bir dövlət quracaq. İnşallah bizim dəstəkçilərimizlə birlikdə. Bunlar atlı deyil. Atlı bir orduya atlı bir orduyla savaşmamıza ihtiyacı var. Onu da necə edərək bilmirəm. Hindistan isyancılara hücum çəkib. Təbii çəkərlər, çünki deyəsən isyancılar isyan çıxar. Aha, Patanda isyan çıxıb, ona görə hücum çəkiblər ki, torpaqlarını alsınlar. Vaxt gələcək, bizim də dövlətimiz olduğunda belə problemlər çəkəcək, hələ başlardayıq. Atlı oxçuları al, atlı mızraqçını al, normal mızraqçını da al, bunları gücləndirək. Aha, borca girdik deyəsən. Yox, sıfırlandı. İnşallah yaxşı bir gəlir o aldığımız, inşa etdiyimiz ahırdan. Gəlməsə, çünki batdıq sözün əsl mənasından. Elit oxçu yox, atlı oxçu. Pul yoxdur ancaq, bunu unutmuşam. Bunlar full atlıdır. Bunlardan at düşsə çox yaxşı ola. Birbaşa otomatik kavqanı keçəcəm. Yəni mənası yoxdur savaşmanın. Super oldu. Atlar çox baha olduğuna görə. Aha, axır ki level up elə bildik. Liderliyə biraz verəcəm. Ona 60 eləyək. Eğitim bizim zəif ordumuzu, zəif əsgərlərimizi daha tez eğitir, belə deyim, təlim eləyir, daha güclü ordulara çevirir. Superdir bu. Nəyimiz zəif idi bizim? Yağmacılığa verəcəm elə. Yağmacılıq çox önəmlidir. Qənimət düşmə şansını artırır. Çox zəif bir ordudur qarşıdakı. Yenə də bir dənə ox düşdü, dəyməz idi buna açıqcası. Yeməyimiz yoxdur. Təzəli bunları Yarkand şəhərində satıb yemək almalıyıq. Atam amma dəyişəcəm. Atam çox yavaşdır. Bunu taxaq. Bu heç yaxşı görünmür, amma taxacam yenə də. Qorumaq məqsədi ilə. 5 vurur bunlar. Aha, başqa heç bir şey ehtiyac yoxdur. Bunları sata bilərik. Satılmaq əşya. 14.000 pul qəşəng. Yemək alaq biraz. Biraz atlara yem. Tamam. Belə ordumuzu gücləndirib yanımıza bəzi yoldaşlar var. Onlardan alarıq. Sonra da yaxşı bir əyalət ələ keçirib oraya yerləşərik. Onun ətrafına lordlarımızla birlikdə alarıq inşallah. Dənəyimləri alamıram, eğitimliləri alaram deyə fikirləşirəm. Eğitimləri də ala bilmirəm. Niyə? Eğitimli atlıları ala bilmirəm daha doğrusu. Bu qədər ordasında pis deyil. Baxacam. Elit ordumuz yaxşı var. Pis deyil. Deneyimlər və elitlər harca eyni şeydir. Güclü və ordumuz var, onu deyə bilərəm. 34 nəfər var. Onları tuta bilsəm süper olar. Amma mümkün deyil kimi. Amma oradan gələnlərin qarşısını kəsə bilsəm süper olar. Yaxşı oldu. Hücum. Məsafəni ortaya çəkəcəm. Oxçular bir şey eləyə bilsin. Əgər təpəli idisə ərazi. Yox, təpəli deyilmiş. Deyirdim, əgər ərazi təpəli idisə yaxşı bir stratejiya edə bilərik. Oxçuları təpəyə yığmaq kimi.
Amma yenə də mən həmişə elədiyim taktikanı eləyəcəm, çünki yaxşı işə yaraya bilər. Aha. Atımız da pis deyil, hücum heç gözləməyin ehtiyac yoxdur. Mən biraz arxadan hücum çəkəcəm, tez ölməyim deyə. Asan bir savaş olar deyə fikirləşirəm. Rəqib full atlı olmasın. Yox, full atlı deyilmiş. Oxçuluğumuz çox pisdir. Pis deyil əslində, amma niyəsə karakter çox pis vurur. Aha, niyə qaçdı o? Bunlar zəifdir, sonra bunları alaraq səviyyə qasa bilərik. Qaçırır ya, o karakter çox zəifdir. İkisini də öldürdü. Bax, canını azaltdım, ikisini də öldürdü. Səviyyə kasacaqdım mən orada, niyə elədin? Baxmaq. 3 çox pis, 3 çox pis. 19 vurdum, süper. Aa, kilimi çaldı ya. Kilimi çaldı. Neyse. Qalibiyyət aldıq. 3 ölümümüz var, çox azdır. Çox qəşəng zirehlər düşdü. Bunları əgər mənkindən yaxşıdsa geyinəcəm. Envanterdə əşyadır. Çox yaxşıdır, mənkindən bunu geyinməliyəm. Tamam, süper. Bəli dostlar, karakterimizi də düzəldib videonu sonlandırmaq fikrindəyim. Karakteri düzəldək. Bu yaxşıdır deyəsən. Bu yaxşıdır. Yara izinə ehtiyacı varmı və ya dövməyə kimi? Ehtiyac yoxdur məncə. Saqqalı, bığlı bir saqqal olsun. Bu yaxşıdır. Bir də uzun saç seçəcəm. Daha heybətli görünür. Bu süper imiş məsələn. Rəngə baxaq. Yox, qara ehtiyac. Belə yaxşıdır. Video xoşunuza keçsə bəyənməyi, yorum atmağı, abunə olmağı unutmayın. Hələlik özünüzə yaxşı baxın. Sağ olun.